Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri To Lamın Azərbaycana dövlət səfəri təbii ki, böyük əhəmiyyət, mühüm əhəmiyyət kəsb eləyir. Çünki Azərbaycanı və Vyetnamı təxminən 50 ilə yaxın dostluq münasibətləri birləşdirir. Bugün isə məhz Zaqulba iqamətgahında vacib görüşlər, vacib danışıqlar aparılacaq. Təbii ki, iki tərəfli əlaqələri, iki tərəfli gündəliyi, eyni zamanda münasibətləri genişləndirmək üçün bu kimi danışıqların, müzakirələrin aparılmasının xüsusi önəmi var. Əvvəlcə ali qonağın qarşılanma mərasimi baş tutdu. Qaralla! Al! Diqqət sağa! İki ölkə arasında 9000 kilometr məsafə olsa da, bu səmimi münasibətlərə əngəl deyil. İstər məhdud, istərsə də geniş tərkibdə baş tutan görüşlər zamanı müzakirə edilən mövzuların əhatəsi bunu deməyə əsas verir. Danışıqlar zamanı bütün sahələrdə təmasların artırılmasının vacibliyi vurğulandı. Gündəliyə əsasən sıra mətbuata bəyanat mərasimindədir. Mərasimin başlamasına hələ bir neçə dəqiqə var. Fürsətdən istifadə edib, Vyetnam rəsmilərindən səfərlə bağlı gözləntilərini öyrənməyə çalışırıq. Ali səviyyəli nümayəndə heyəti ilə həyata keçirilən bu səfər bizim üçün böyük əhəmiyyət daşıyır. Mən fitokimyəvi məhsulların emalı sahəsində fəaliyyət göstərən şirkəti təmsil edirəm. Bugün bizim üçün çox vacib bir sənəd imzalanır. Bu sənəd əsasında Vyetnamdakı zavodumuz üçün xam neftin alınmasına dair müqavilə hazırlanacaq. Gigiyenik qaydalara riayət etmək şərti ilə liderlərin istifadə edəcəkləri avadanlıqlar saz vəziyyətə gətirilir. İki tərəfli və geniş tərkibdə aparılan danışıqlar kimi mətbuat konfransı da böyük maraqla qarşılanır. Bu səbəbdən hər iki ölkənin mətbuat nümayəndələri artıq mətbuat konfransının keçildiyi zala gəliblər. Artıq fondan görürsünüz, iki ölkənin nümayəndə heyətləri də zaldadılar. Bu isə o deməkdir ki, bir neçə dəqiqədən sonra Azərbaycan və Vyetnam liderləri bu zala gələcəklər və mətbuata birgə bəyanatla çıxış edəcəklər. Xanımlar və cənablar, tərəflər bəyanatla çıxış etməzdən öncə iki ölkə arasında imzalanan sənədlərin mübadiləsi mərasimi baş tutdu. Çıxışı zamanı Prezident İlham Əliyev imzalanmış sənədlərin önəmindən danışdı. İki ölkənin qəbul etdiyi strateji tərəfdaşlıq haqqında birgə bəyanatı xüsusilə vurğuladı. Dövlət başçısı onu da bildirdi ki, Azərbaycan və Vyetnam arasında müxtəlif sahələr üzrə geniş əməkdaşlıq perspektivləri var. Birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Və bugün bu istiqamətlər və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə biz bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Təbii ki, müdafiə sənayesini həm də xarici ölkələrlə əməkdaşlıq çərçivəsində şaxələndirmək Azərbaycanın prioritet istiqamətlərindən biridir. Bu kontekstdə sözgedən sahəyə də diqqət ayrıldı. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 megawatt gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdim. Eyni zamanda bizim hazır olduğumuzu bildirdim ki, Vyetnamda bərpa olunan enerji növlərinə Azərbaycan tərəfi sərmayə qoymağa hazırdır.
Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayinin bu istiqaməti kifayət qədər inkişaf edib və burada da səhələrin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Öz növbəsində Vyetnam lideri To Lam imzalanan birgə bəyanatda əks olunan müddəaların icrası üçün 5 məsələ təklif etdi. Onların arasında ticari-iqtisadi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı, o cümlədən mədəniyyət və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri fəallaşdırmaq var. MTə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir. Biz hökumətlərarası komissiyanın növbəti icrasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək icrasının nəticələrini səbirsizliklə gözləyirik.